Hər vaxtınız xeyir dostlar. Mən bir məsələ ilə bağlı danışmaq istəyirəm. Hər birinizə sual versəm ki, bu gün nə günüdür? Təbii ki, bir ağızdan hər biriniz bildirəsiniz ki, bu gün 2026, 14 fevral sevgililər günüdür. Amma bir çoxlarınızın bilmədiyiniz və yaxud da az məlumatda olduğunuz bir gündür, faciəvi bir gündür bu gün. 14 fevral 1994-cü ildə Murov dağı ətrafına gedən döyüşlərdə Azərbaycan ordusunun 1501 əsgərinin şəhid olduğu gündür. Yəni donvurmadan şəhadətə yüksəldiyi gündür. Qeyd edim ki, hətta o döyüşlərdən iştirakçısının olan bir polkovnikin xatirələrinə bildirirdi ki, oturmaq ölmək deməkdir. Və ən son faktlara görə məhz həmən döyüşlərdə ümumi itki 1592 nəfərdir. 1387 əsgər donaraq, 111 isə itkin düşərək həyatını itirmişdi. Thomas Devalın qeyd etdiyi kimi Ömər dağı döyüşlərində Azərbaycan ordusunun ümumi itkisi 4000 nəfərə yaxın olmuşdu. Amma tam yaddaşlarda qalan ən son məlumat odur ki, 1501 Azərbaycan əsgəri həmən Murov dağ ətrafına gedən döyüşlərdə donvurmadan şəhadətə yüksəlib. Çünki Kəlbəcərin müəyyən bir hissəsini yəni Ermənistan qüvvələri, Ermənistan ordusu nəzarətə götürmüşdü. Ona görə oradan keçmə olub, mühasirədə qalıblar və donvurmadan şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin. Keçmişini unutma, çünki o gələcəyin müəllimidir.